Azad ərazilərə qayıdış prosesi planlı olaraq davam edir. Bu çərçivədə Xocavənd rayonunun eyni adlı kəndinə növbəti qayıdış gerçəkləşib. Ailələr uzun illərin ayrılığından sonra doğma yurduna geri dönüb. Həyata keçirilən bu mərhələdə kəndə 32 ailə, ümumilikdə 135 nəfər köçürülərək yeni yaşayış yerlərində məskunlaşıb. Qayıdan sakinlər üçün müasir standartlara uyğun tikilmiş evlər və zəruri sosial infrastruktur artıq istifadəyə verilib ki, bu da onların rahat və təhlükəsiz həyatına imkan yaradır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış proqramı mərhələli şəkildə davam edir. Əslində, böyük qayıdış tarixi prosesin tərkib hissəsidir. 30 illik işğaldan sonra Qarabağ və Şərqi Zəngəzura reallaşan qayıdış təkcə köç prosesi deyil, bu insanların doğma yurd yerlərinə qayıdıb daimi məskunlaşmasıdır. Azad ərazilərdə məskunlaşma həyatın qaldığı yerdən bərpası, torpağın, yurdun dirçəlməsidir. Üstəlik, dövlətin həyata keçirdiyi məskunlaşma siyasəti regionda sabitliyin möhkəmlənməsinə və uzunmüddətli inkişafın təmin olunmasına xidmət edir. Xocavəndə qayıdış həmin bölgənin yenidən dirçəlməsi, insanların öz doğma torpaqlarında sabit və təhlükəsiz şəkildə yaşaması üçün vacib addımdır. Böyük qayıdışın əsas məqsədi yalnız insanların geri dönməsi deyil, onların yüksək həyat şəraitində yaşamasını təmin etməkdir. Buna görə də azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri inşa olunur. Bu, dövlətin bölgələrin gələcəyinə verdiyi önemin göstericisidir. Eyni zamanda bu proses iqtisadi inkişaf üçün də böyük imkanlar açır. Kənd təsərrüfatı, turizmi və sənaye sahələrinin inkişafı bölgələrin potensialını artırır və ölkənin ümumi iqtisadi inkişafına, gücünə töhfə verir. Eyni zamanda aprelin 29'unda da Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç kərvanları yola salınıb. Bu proses uzun illərdir doğma yurd həsrətlə yaşayan məcburi köçkün ailələrin öz ata-baba yurdlarına qayıdışın real formasıdır. Böyük qayıdışı təmin etmək üçün Qarabağda əsaslı bərpa, quruculuq işləri aparılır. 30 il müddətində daşı daş üstə qalmayan şəhərlərdə yeni yaşayış evləri, binalar, məktəblər, xəstəxanalar inşa olunur. Münaqişə zamanı dağıdılan tarixi memarlıq abidələri bərpa edilir. Millət vəkili Azər Badamovun sözlərinə görə böyük qayıdış həm də milli həmrəyliyin güclənməsi deməkdir. Doğma yurdlarına qayıdan insanlar təkcə evlərinə deyil, eyni zamanda öz köklərinə, kimliklərinə və tarixlərinə də qovuşurlar. Bu isə cəmiyyətin birliyinin daha da möhkəmlənməsi deməkdir. Nəticə etibarilə böyük qayıdış Azərbaycan üçün təkcə bərpa prosesi deyil, həm də gələcəyə inamın, sabitliyin və inkişafın simvoludur. Xocavənd və digər bölgələrə qayıdışlar bu böyük yolun davam etdiyini göstərir və hər bir addım gələcəyə daha möhkəm bir Azərbaycan inşa edir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 50 minə yaxın keçmiş məcburi köçkün yaşayır. Azad ərazilərə qayıdan ailələr indiyədək Respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdən ibarətdir. Dövlət tərəfindən onların yeni yaşayış yerlərində rahat və təhlükəsiz şəraitlə təmin olunması üçün geniş miqyaslı işlər görülüb. Müasir infrastruktur, yaşayış evləri, məktəblər, tibb məntəqələri və digər sosial obyektlər artıq istifadəyə verilib. Namidə Bingöl, Real TV.